Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Reaksiya TV-də siyasi reaksiyada hamınızı salamlayıram. Yayımı bəyənib paylaşmağınızı xahiş edirəm ki, daha çox şəxs tərəfindən izlənilə bilsin. Biz bugün gündəmin mövzularını müzakirə edəcəyik. Jurnalist Kamran Həsənli ilə. Hər vaxtınız xeyir. Kamran bəy, xoş gəlmisiniz. Xoş gördük. Zaur bəy, təşəkkür edirəm dəvətinizə görə. Deməli, Kamran bəy, sizin də uzun illərdir mübarizə apardığınız yolun şartları görsənir. Belə ki, bu günləri İran adlanan məmləkətdə baş verən hadisələr var. Amma eyni zamanda da hamımıza böyük bir sual işarəsi yaranır ki, bu proseslərdə bizim Azərbaycan türkləri iştirak etmirlər hələ ki. İstəyərdim sizin baxış bucağınızdan baxaq oradakı hadisələrə və Azərbaycanlıların iştirak etməmələrini siz necə görürsünüz? Əslində Azərbaycan türkləri artıq iştirak ediblər, öz liderlərini seçiblər. Doktora bizim böyük sevgimiz var, hörmətimiz var və İran tarixində, məncə türk dövlətləri tarixində, türk dövlətçilik tarixində, və Şah İsmail də bu sözü deməyib də. Şah İsmail deyirdi ki, mən aparıb özünü hansısa ərəb sülaləsində də, indi çox dərinə getməyəcəm, legitimlik üçün, nə üçün hər halda özünü bir ərəb sülaləsinə də nəslini qoşurdu filan. Amma türkman balasıdır, təmiz türk oğludur Şah İsmail. Amma cənab Pezişkən deyir ki, babam türkdür, dədəm türkdür, xalam, dayım, əmim türkdür. Özüm də türk oğlu türkəm, evdə türkçə danışıram, farsçanı da qadağan eləmişəm. Qadağan eləmişəm, evdə farsçanı deyir, Fars dövlətidir bura. Fars dövlətinin, farsların üzrə Fars imperiyasının. Və onu, bu əslində mitingdə, ən radikal mitingdə söylənən bir mitingdə, düzdür. Və deyir, farsçanı qadağan eləmişəm. Sonunda da dedi ki, türk olmağımla da iftixar duyuram. Yəni, nə mutlu türküm deyənə, bu Təbriz ləhcəsidir. Bu, məncə, inqilabın elə bariz, qabarıq belə nümunəsi və o sözdən sonra da bu adam ora prezident seçilir. İndi farslar, beluclar, kürdlər, elə türklər də var onların üçün təbii ki, Tehranda da, bizimkilər də. Orada bu rejimin laxladıb onu aradan götürmək istəyirlər. Amma yerlərinə gətirmək istəyirlər, hələ özləri bilmirlər. Amma məsələ budur da. Onun üçün də biz iştirak eləmişik. Bizim, bilirsiniz də, neçə dənə mən videoda siz də göstərmişsiniz yəqin ki, elə üç rəngli, oranın da üç rəngli bayrağı vardı. Üç rəngli bayraqlarımızla, bizim də türk bayraqları ilə də mahnımızı da oxuyuruq küçələrdə, futbolda Bozqurdu da göstəririk, Azərbaycan var olsun, Təbriz, Bakı, Ankara, hər şey deyirik də, hər şey yerindədir də. Onun üçün məqam gələndə biz bilirik nə istəyirik. O, indi orada inqilabi hərəkət, yəni üsyan edənlər heç bilmirlər nə istəyirlər. Kimsə Pəhləvini deyir, kimsə nəsə, hər bir söz deyir də. Pəhləvin oğlu da elə Reza Pəhləvi də son vaxtlar aktivləşib və İrana gələcəyini deyir və nə dərəcədə realdır Pəhləvi rejiminin yenidən bərpası İranda? Yox, farslar üçün realdır, o müvəqqəti ola bilər. Sonra, çünki o əllərim Azərbaycansız İran varsa, yəni bir fars dövləti yaranırsa və şah qayıdıb ora gəlirsə, o şah olmur, şahçıq olur, şahçıq. Çünki balaca bir məmləkətin başında dayanır. Şah dövrü çoxdan bitib Xarabay Zaur. Bəli. Necə Sovet adamı Savok var ya, buradakı o taxtabaşlar var ha, onlar qabağa baxmadan başı daladır da, onların gözü buradadır. Ancaq geri baxırlar. Kapasa deyə geri baxırlar. Onlar heç irəli baxa bilmirlər. Bunlar da elə bilirlər ki, bu gedəndən sonra şah gəlsin, yenə şah dövründə. Göy şah dövrü yaxşı idi. Bəli. Şah özü istedadını elə. Onu indi təbii ki, qərbdə də, məncə bəzi dövlətlərdə də, İsrailin özündə də çox təbliğ edirlər. Amma onlar öz nöqteyi nəzərindən təbliğ edirlər. Çünki bilirlər ki, ora gələn kimi İran dağılacaq. Əgər Pəhləvi qayıdırsa, Azərbaycanlılar qəbul etməyəcəklər. 100%. Seçdiyimiz prezidentimiz var da, legitim seçilən Pezişkən var orada. Şah dövrüdür indi. Bir də Azərbaycanlılar deyə bilərlər ki, əgər şahı qaytarırıqsa, real qacarlar var da. Bəli. Düzdür. Hansı ki, Pəhləvilər o dövrdə çevriliş edib, Palanilər gəlib. Onlar nə bilirlər çevriliş? İngilislər və Ruslar eləyiblər. Bu Mehtər idi. O Qazaq ordusunda Rıza Şah Pəhləvi. Pəhləvi var. Pəhləvilər axırıncı dəfə, axırıncı Fars imperiyası sülaləsi Səsanilərdir. Ərəblər gəlib bunu ləğv eləyiblər. Səsanilərdən çox əvvəl olub Pəhləvilər. Yəni, axırıncı Pəhləvi olub haradasa 2100 il bundan əvvəl. Bəli. Pəhləvi. Bunlar Palanilər idi. Bu Pəhləvi var indi. O yalancı adlı qoyurlar ona. Onlar Pəhləvi filan deyil. Yəni, həmişə Pəhləvilər də Orta Asiyada, Türkistandan gəlmiş bir sülalədir. Və onlar indiki Tacikistan ərazisində gəlmiş sülalədir. Sözüm onda deyil. Bunlar Pəhləvi filan deyirlər. Yəni, şah əgər ora qayıdırsa, onun üçün biz, nə üçün, mən bir sual cavab vermək istəyirəm, nə üçün biz ora qarışmırıq? Baxaq görək, bunlar nə istəyirlər, hansı, təbii ki, o rejim gedəcək. Mollalar bitiblər. Başlanan bu proseslə, yoxsa getməyini onsuz da bilirik ki, bu enində sonunda getməlidir bu. Amma bu hazırki başlanan proses bu rejimin sonunu gətirə biləcək sizcə?
Bəncə gətirə biləcək, çünki bilirsiniz, neçə dəfə belə olub təzədən qalxıb Ona görə yatıblar. də, Bu rejim bitib də, indi özü dediyiniz kimi də bir gün sabah, bir gün olsa da bu bitib. Bitib, bir də Amerika başqadır. İndi yaxın o söhbət edəcəyik. Amerika indi dönüb, özü də yəni beynəlxalq hüququ məhv eləyən Rusiya idi. Amma Rusiya beynəlxalq hüququ məhv eləyir. Onun bu beynəlxalq hüquqa vurduğu zərbə çox lokal nəticə verir. Yəni Ukrayna-Rusiya arasında müharibə. Düzdür, orada qan tökülür, insanlar ölürlər filan. Mən Ukraynalıları deyirəm. Yəni bu tərəfdə ölən o milyondan artıq ölən Rusi, mən onları insan da saymıram, onlar işğalçılardır. Amma genelde lokaldır da, yer kürəsində o qədər də böyük zərbə vurur, indi harasa biznesə filana zərbə vurur. Amma Amerikanın beynəlxalq hüququ pozması, bu Rusiya deyil, bu Amerikadır. Bütün dünyanın tarixinin, spektrinin, inkişafının dəyişməsi deməkdir. Yəni bu, və indi Amerika açıq deyir ki, İrana, yəni səni dağılacaq. Bu elə belə söz deyil. Amma İran Venezuela'dır mı? Yəni biraz fərqli. İran Venezuela'dan zəifdir, mən sizə deyim. Açığı. Çünki Venezuela'nın arxasında bir neçə Cənubi Amerika dövləti var. Sonra Venezuela'nın tarixinə baxsaz, görəcəksiniz ki, o dövlətlər hamısı silahlı üsyanlar nəticəsində yaranmış. Paragvaydır, Peru'dur, Argentinadır, Braziliya, hamısı orada. Məsələn, mən sizə bir maraqlı bir fakt edeyim. 20-ci əsrin əvvəlinə qədər Cənubi Amerikanın ən qüdrətli dövləti Paragvay olub. Bax, indi heç çox adam onu bilmirlər. Paragvay müharibəsi adlandı, tarixdə bir müharibə var. Paragvay təkcə Argentina, Braziliya və Uruguay ilə 3 dövlətlə birdən vuruşub o Paragvay. O vaxt oranın, çünki orada axı yerli millətlər yoxdur, İspanların, bir də Portugalların qurduğu dövlətlərdir də orada. Əsasən İspanların qurduğu dövlətlərdir. O İspanlar da bir-birinə savaşırlar, kim daha çox yer götürəcək. Venezuela onların içində çox qüdrətli dövlətdir. Kasıb olmağına baxmayaraq. Yəni 30 milyon əhalisi var. Sonra Mandura, mən ona Mandura deyirəm, Mandura da familiyası, amma göründüyü də Mandura imiş. Bunu yorğandakını arvadını bir yerdə oğradılar. Həmən o Mandura, oranı Chavez'dən bu yana psikiyona qoyublar Venezuela'dan, amma Venezuela'nın arxasında Çin var. Venezuela'nın arxasında Rusya var. Venezuela'nın arxasında bir neçə oradakı Latin Amerika dövlətləri var. Kuba onunla birlikdə. Yəni bir çox qüvvələr onun orada mövcuddur. Amma nə olsun, bu qüvvələr heç bir təsir eləyir. Çünki Amerika. Onun üçün də Amerika istəsə, bax bu günlərim Trump istəsə, o İranın bir saatlıq canı var. Amma görünür ki, istəmir. Hər şeyi, onlar da söydüt planı deyir Putin. Onların planı ilə yavaş-yavaş gedir. Onun üçün də İran... Niyə istəmir sizcə? Burada, bilirsiniz, çünki əslində Amerika dünyanın ən açıq danışadı. Bax, biz indi harada oturmuşuq? Bakıda. Düzdür. Sizcə? Biz indi Amerikada oturmuşuq. Bura YouTube'dur. Biz sizlə indi Amerikadan danışırıq. Əgər Amerika istəməsə, bu saat bu YouTube'u bağlasa, düzdür, biz gəlib oturacaq evdə də səndən də. Həm də maraqlı bir şey var. Bu məsələyə mən neçə dəfə toxunmuşam ki, Amerika bax bu YouTube yaratmaqla təsəvvür eləyin, reklam da ödəyir, pul da verir. Səni, misal üçün, baxmayaraq ki, burada hər tərəfdən qapıları bağlayırlar, amma orada azad bir məkan yaradıb ki, biz bu verilişlərdən pul da qazanırıq, həm özü qazanır, həm sənə qazandırır. Həm də toplumun təfəkkürünü dəyişir. Bəli. Ona görə birdən-birə istəmir hər desə. Tutar ki, molla getdi, yerinə əllərini pəhləvə gələcəksə, Amerika niyə onları yıxsınaq? O xalq özü gəlib hansısa bir düşüncə tərzi ilə hansısa bir quruluşa gəlib çıxmalıdır. Onlar hələ orada İranda çox böyük bəla var. O İmam Hüseynçilər var, onlar az deyirlər. Yalandan indi danışırlar 7-ci əsr bundan əvvəl. O başlarına armatur vuranlar var orada ya. Onlar az deyirlər. Başa düşürsünüz? Ona görə də yəni nəyə gəlirəm? Təkcə YouTube deyil. Bu YouTube indi mən nümunə göstərdim. Facebook'da Amerikadır, WhatsApp'da Amerikadır. Birimizdə pul keçiririk, belə rəqəm dəyişir. O da Amerikadır. Bütün bu internet pul. Yəni bugün hava limanı da Amerikadır. Çünki o internetə bağlıdır hər şeydə. Hər şey onun əlindədir. İstədiyi ölkəni sadəcə həyatını söndürə bilər. Sadəcə. Yəni elə eləyə bilər ki, sən hava limanında dayanar, Müdafiə Nazirliyi də dayana bilər, sənaye də dayana bilər, restoranlara kimi. Bir gün restoranda axşam internet dayandısa, internet yanında həyat yoxdur da. Deməli, bu mitinqlər iqtisadi problemlərə görə gedir. İranın Xaricilər Nazirliyi ilə bu dəqiqələrdə məlumat yayıb ki, İranda iqtisadi problemlərin əsas səbəbi ABŞ-nin qeyri-qanuni sanksiyalarıdır və bu addımlar beynəlxalq hüquqa ziddir. Amma bax, indi onun üçün deyirəm ki, biz artıq inqilab eləmişik. Pezişkiyan isə deyir ki, bu iqtisadi problemlərin, baş verən bu bəlanın nə siyonistlərdir səbəbkarı, nə də Amerikadır, biz özümüzük. Bəli. Aşağıdan deyilmir bu, birbaşa İranın prezidenti deyir bunu. Bəli. Yəni orada artıq iki, Azərbaycan budur, Pezişkiyan dediyidir. Yəni real, bugün baş verənlərə düzgün qiymət
Yəni analitik düşüncə tərzi, strateji düşüncə tərzi bu yanda yoxdur. Yıxacaq, amma o qutarıb, Sovet də ömür boyu deyir ki, həmsini eləyən Amerikadır. Amerika sanksiyanı sənə qoyub, güclüdür ki sən də ona sanksiya qoy. Bəli. Bir dənə sanksiya qoy, görüm Amerika axsasında. Sən axı qarışqa kimisən də bu gündə. Və nə üçün o sanksiyanı özünə qarşı qoydurursan? Nəyə görə? Nədir sənin? Nə üçün sən deyirsən ki, İsrail yer üzünü siləcəm? Nə üçün? 1400 il bundan əvvəl, arkadaş 1400 il bundan əvvəl ora Yerusəlim, Qüds ora həmişə müqəddəs şəhər sayılıb. Həmişə. Və dediyin din də açıq danışmaq lazımdır Zaur bəy. Vallahi da bu indi sən dediyin din həmin elə oradan gələndir də. İbrahim də odur, Süleyman da odur, Davud da odur, həm orucluq da odur. Salam deyirsən o da şalomdur. Salam əleykum deyirsən o da şalom əleykum. Hamısı oradandır da. Yəni Tanrı təkdir onsuzdur. Amma bu dinlər İslam, Xristianlıq və İudaizm bunlar eyni kökdən, eyni şeydir bu. Heç bir fərqi yoxdur. Və sən bu dinin 21-ci əsrdə dinin də bütün o dediklərini əyib də bir zümrənin beyninə yerdirsən ki, biz haransı məhv eləməliyik, bəs ondan sonra onlar səni məhv eləyəcəklər də. Hadi. Sən onları məhv eləmək istəyirsən, konseptə çevirmişsən onu. O da deyir, qardaş, bizi məhv eləmək istəyir, gəl bunu məhv eləyək. Belə də olacaq da. Nə tökərsən aşına? Bu proseslər mən əsasən nəyi sizinlə soruşmaq istəyirəm. Bu hal-hazırda İranda bir teokratik rejim var da. Bu nə deyirlər onun adına? Vəliəhd, nə? Belə bir qəribə bir ad da qoyulur. O ərəbcə lüləhməl bir şey. Nəysə, ondandır. Yəni Xamenei rejimi teokratik bir. Bu teokratik rejimin də sonu gəlir, yoxsa bunun hansısa bir sifəti dəyişəcək, yenidən davam eləyəcək? Ümumiyyətlə mən sizə deyim ki, bəlkə də dünyada ən vilayət-i fəqih, üzr istəyirəm, vilayət-i fəqih. Vilayət-i fəqih. Qabaq Osmanlı İmperiyasında da belə vardı. Aliyə-i dövlət-i şəmsiyə-i və məl-həbiyyə belə bir şeylər fikirləşirdilər. O bəzəkli belə yazılar da yazırlar şeylər, onun axırı görürsünüz. Yəni mən nəyi demək istəyirəm? Bəlkə də dünyada indi ən irəlidə gedən ateist dövlət İrandır. Orada dinə nifrət var. Var. Bunlar yaratdı onu. Təbii. Necə Sovet hökuməti hər yerə Lenini vura-vura, hər yerə kommunizm işıqlı şeydir. İnsanda da axırı nifrət yarandı. Bəs də şeydir. Amma o belə biraz zəif variant. Bu daha ağır variantıdır. Bəli. Çünki açığı da Sovet biz imperiyasında yaşamışıq, amma Sovet küçədə adam asmırdıq. Düzdür. Güllələmə verirdilər, felyetonlar yazırdılar qəzetdə filan şeylər var idi. O da imperiyadır. O da amma mən sadəcə müqayisə eləmək istəyirəm də küçədə qaldırıcı kran qoyub belə adam asmırdılar da küçədə. Uşaq, arvad uşağın gözünün qabağında küçədə. Dəhşət deyir, dəhşət. Sonra məcbur eləmirdilər ki, Leninə gedə başıma vurasan ki, bu Lenin. Şey vardı da, subotnik var idi, yadınızdadır. Nə deyirdi? Get ağac ək. İməclik. Ay pəncərəni silgidən belə. Kim deyirdi Gebsənə? Şimdi Gebs silmirdi o şeylər belə. Hamısı yerdə qalmışdı da. Amma bu belə deyil, bu insanlara o dinə qarşı nifrət yaradır. Oradan o teokratik rejim gedən kimi, ora İsveçdən irəlidə olan ateist bir dövlət olacaq. Onların nifrəti var. Və orada məlumdur ki, o teokratiyanı, o klerikal həmən o düşüncəni orada təbliğ edənlər özləri yalançıdırlar. Uşaqlar hamısı xaricdədir. Bəli. Əmmaməli əllamələrdir onlar. Yanlar əmmam. Birincisi əmmaməni niyə qoymusan başıma? O geyim 14-cü əsrin geyimidir. İndi cəmaət o şey var, seyirli xalatda yadınızdadır. Xan vardı gələcəkdə belə. Mən İbn Xan belə o geyimlə sən bu günlərim teatr göstərirsən sadəcə. İndi də onun üçün də onlar gözünüz divara nə yazırlar? Sonuncu mollanı deyir məzara gömməyənə qədər, bastırmayana qədər İranın gələcəyi yoxdur. Asan olacaq, bu keçid asan olmayacaq. Yox, heç bir keçid asan olmur, həmişə bütün keçidlər ağırlı olur və hara keçid elə bilinmir Zaur bəy. Bəs bizə necə sərf edir? Bütöv demokratik İran, yoxsa parçalanmış İran? Bizə ancaq Güney Azərbaycanın dövlət halına gəlib çıxması sərf edir yox, bu bizim məqsəd. Məsələn, mən kimi insanların, mən əminəm ki, biz bir eyni düşərgədənik də, biz öz millətimizin dövlətçiliyini bərpa eləmək istəyirik. O bütöv İranda biz dövlətə sahiblensək necə olur? O mümkün deyil. O boş var o ideya, ona görə sual verirəm, var o ideya. Yox, elə bir şey, o qıtarı biti bu. Vaxtilə İranın sahibi həmişə biz olmuşuq. Son 1000 ildə ta Səlcuqlulardan Qacarlara qədər o məmləkətin amma bizə qədər də oranın 300 il idi, oranın ağası farslar deyildi. Yəni bizə qədər ora ərəblər, Əbbasilər dövləti idi, ondan əvvəl Əməvilər dövləti idi. Amma
Biz gələndən sonra, biz orada dövlət qurandan sonra, yəni Alparslan, Çağrı bəy, Toğrul bəy, Bəli. Səlcuqlular dövlətini qurandan sonra, 1071-də də Malazgirt savaşında qalib gələndən sonra Anadoluya da bizik də. Ora gələn indiki türklər var. Onlar bizik də. Onlar hardan gəliblər Anadoluya? Təbrizdən, Reydən. Yəni bizim ata-babamızdır. Yəni onun üçün bir millətçi dövlət deyilir də və tarixə əsaslanıb o söz deyilir. Yəni o Səlcuqlulardan, yəni 11-ci əsrdə, 1050-ci ildən də 1060-cı ildən ta Qacarlara qədər Elxanilərdir, Səfəvilərdir, Ağqoyunlulardır, Qaraqoyunlulardır, Atabələr, orada var da Qacarlar da, Əfşarlar da, bizik. Nəyə görə deyirəm? Çünki əks fikirlər də var ki, İran bütövlükdə... Yəni ora gələm, Zahir bəy, ora gələm. Yəni bizik. Amma bu qurduğumuz bir imperiyadır. İmperiyaların dövrü bitib, necə Atatürk, Mustafa Kemal Atatürk Türk Cumhuriyyətini qurdu. Biz təzədən orada hakimiyyət başına gələk. Başlayaq Beluclarla, sonra Kürdlərlə, oradakı ərəblərlə, oradakı farslarla, yəni, başlayaq özümüz yalan danışmağa. Ki, dövlət bütöv olsun deyənə, nəsə bir yalan danışmalıyıq da biz, düzdür. Qardaş, Belucun da öz dövləti olsun. Yugoslaviya necə oldu? Oranın o aqibət gözləməlidir. Çünki hər şey öz yerində oturmalıdır. Dünya yenidən şəkillənməlidir və ora gedir bu. Və bu şəkillənmə, onun üçün deyil, dünya hüququ pozuldu. Yoxsa prezidentimiz də dedi ki, daha o beynəlxalq hüquq yoxdur. Bəli. Beynəlxalq hüquq yoxdursa, burada Azərbaycan türklərinin yaşadığı ərazi, Azərbaycan türklərinin dövlətçiliyi orada davam etməlidir. Harada yaşayırıqsa orada. Amma o ərazilərdə də bu fars hiləgərliyi o qədər bu vaxta qədər işləyib ki, həmin ərazilərin də bir çoxlarına məsələn kürdlərə yerləşdiriblər, Azərbaycanlıların sayını azaldıblar. Oturub söhbət eləmək lazımdır. Və hər şey masa arxasında, yəni onun üçün də biz sakit onun üçün deyalım. Ki, baxaq görək bu hara gedir. İndi oradakı biz dövlətçilik ənənəsindən danışırıq. Ben deyim xalqların, Belucların, filanların dövlətçilik ənənəsi yoxdur. Başa düşürsünüz? Məsələ, bax, bəla oradadır. Bəlkə onlar bir yerdən hansı bir dövlət yaratmaq istəyəcəklər. Düzdür? Konfederasiya ola bilər orada. Hələ bilinmir nə olacaqdır. Uzun bir yoldur. Gedir. Bizim isə hər şey bəllidir. Hazırdır. Hər şey hazırdır. İdeyamız da hazırdır. Bütöv Azərbaycan, mən demirəm indi biz Güney Azərbaycan yaranan kimi o saat... Elə onu soruşacaqdım. Biz müstəqil Güney Azərbaycan Cumhuriyyəti istəyirik, yoxsa bütöv, birləşmiş? Yox, bizim hədəfimiz bütöv Azərbaycandır. Amma bir yolu gedəndə gəl ağılla gedəsən. Bizim gözümüzün önündə, bax, gəl hansını nümunə deyim, Şərqi Almaniya, Qərbi Almaniya. Bəli. Cəmi 40 ildir ki, bir-birini aralanmışlar onlar. Bizdə 200 ildir. Bəli. 40 ildir ki, bizdə necə Rus gətirib bura tikanlı məftil çəkməmişdi. Orada divar hörmüşdü ortalıqda. Bəli, bəli. O tərəfin Almanı ilə bu tərəfin Almanı cəmsi 40 ildir bir-birini aralıydılar. Bu tərəfdə Rus tərəfində olan Alman hansı hala düşmüşdü? O tərəfdəki Alman necə inkişaf eləmişdi, düzdür? Bunlar Sovet dağılanda məqamdan istifadə edib düz elədilər də. Qardaş, bunlar istəyirlər ki, öz dövlətləri Almaniya bütöv bir Almaniya olsun. Niyə? Orqanizm yarıçıq yaşaya bilməz axı. Amma indiyə qədər hələ fəsad var. Özlərinə gələ bilmirlər. Cəmi 40 il. Bizdə də 200 il. Çox böyük məsafədir. İstədik, istəmədik, mentallığımızda fərqlər var. Və bu fərqlərin də... İdarə etmədə var. Əsas fərqi mən deyim. Fərq əsas nədədir? Fərq əsas təhsil fərqi var. Oradakı Azərbaycan türkçəsi o ev, məişət dili kimi qalıb orada. Buradakı Azərbaycan türkçəsi istər-istəməz bir dövlət dilinə gəlib çevrilib. Yəni, bu həmən 200 il ərzində, bax, adların sayımda, burada Hüseyin Cavid var, burada Seyyid Əzim Şirvani var, burada Mirzə Ələkbər Sabir var, burada Mikail Müşfiq var, Əhməd Cavad var, Məhməd Əmin Rəsulzadə var, Nəsib bəy Yusifbəyli var, Əli bəy Hüseyin, var ki, var da gedir, Bəxtiyar Vahabzadəyə kimi, Xəlil Rıza kimi, bunlar hamısı var. Vaqif Mustafazadədən tutmuş Üzeyir Hacıbəyliyə kimi, Fikrət Əmirova kimi, Qara kimi, bütün bu irs, bütün bu millətin irsində, düzdür. Amma orada irs təbliğ olunmuyor, bax, yoxdur axı. Ona görə iki ayrı dövlət olaraq, hələ, bax, bu irsi oradakı təhsil məktəblərində açılandan sonra Seyyid Əzim Şirvanidən tutmuş Hüseyin Cavidə kimi öyrənməlidirlər. Bu, bizim də öyle, bu ümumidir. Nə olsun Bakıda yaşayıb Hüseyin Cavid, düzdür. Nə olsun Mikail Müşfiq burada yaşayıb. Amma bu yaratdığı onun o irsi orada aid daxı. Və kökdə Təbrizdir. Bizim dədə babamızın, bütün intellektimizin gücü, beynimiz oradır. Bu hələ bir 10 il o uşaqlar ki məktəbdə oxuyacaqlar. Həmən o bizim irsimizi, Üzeyir Hacıbəylini öyrənəcəklər, not öyrənəcəklər, Fikrət Əmirovu, Qarayev öyrənəcəklər, Hüseyin Cavidi öyrənəcəklər. O nəsil böyüləndən sonra ümumi pul yaranar. Onsuz onlar da manat deyəcəklər, öz pullarını düzdür. Yavaş-yavaş ümumi təhsildən sonra ümumi pul yaranarsa, ümumi ordu yaranar, yavaş-yavaş. Ümumi yaranar ki, yaranar bir 15 ilə, 20 ilə elan edərik bütöv Azərbaycan. Ondan sonra
və bütöv Azərbaycan öz bildiyi yolla da davam edir. Birdən-birə başımızı belə qılıncı başımızın üstünə alıb bütöv Azərbaycan yaratsaq, bir qorxulu bir şey deyəcəm, sevgi nifrətə çevrilə bilər. Sevgi ümumiyyətlə təhlükəli bir hissdir. Bəli. Oradan nifrətə bir addım yox, belə bir qıl körpüsü kimi bir şey var. Ona görə də hər şeyi ağılla eləmək lazımdır. Mən güman edirəm ki, nəyin nə vaxt eləmək lazımdır, bizi tərəfdən addım-badın gedir və o Pezişkyan da elə, mən hörmətlədiyim insanlar o da başa düşəcək və onun tərəfindəkilər də anlayırlar ki, hansı yolla getmək lazımdır. Amma əlbəttə lazımdır. ki, hansı yolu seçsələr də biz də öz dəstəyimizi nümayiş elətdirməliyik, ən yaxından iştirak etməliyik bu prosesdə. Zaur bəy, nəinki yaxından iştirak etməliyik? Əgər orada silahlı qarşıdurma baş versə ki, baş verir. Düzdür. O silahlı qarşıdurma baş verib görsələr ki, deyəni Azərbaycanlılar sakitdir. Biz burada silahla nəyisə həll eləmişik, bizim ordu da orada iştirak eləməlidir. Təkcə bizim yox, Türk ordusudur. Bəli. Bəs niyə deyirik biz? Yaxşı, Türkiyədə hazır. Qazaq Özbək, bizlə yanaşı olmalıyıq biz. Türkiyədə hazırdırmı o proseslərə? Çünki Türk dövlətinin mövqeyi adətən mən belə görürəm ki, onlar bütöv İran ideyasını dəstəkləyirlər. Bilmirəm, siz Türkiyənin içini mən istəmirəm burada çox geniş bir saat başlayaq burada müzakirə etməyə. Qardaş dövlətimizdir, Türkiyə bizim canımızdır, başa düşürsən. Amma hər halda oradakı adamlar deyir, mən Türkəm. Necə Türkiyə onun yanında olmaya bilər? Bəli. Yəni Pezişkyan deyir ki, mən Türkəm. Bəli. Və nə mutlu Türkəm deyən, onu deyir, iftixar duyuram Türkiyədən. 90 minlik stadion heç mən Türkiyədə görməm. İndi başlayıb Türkiyədə, düzdür? O Demiral qaldırandan sonra Almaniyada Bozqurd işarəsi. Bozqurd işarəsi təkcə bir partiyanın işarəsi deyil axı, bizim ata-babamızın simgəsidir. Ondan sonra Almaniyada keçirilən çempionatda bütün stadion qaldırdı. Amma o 10 ildir Təbrizdə qaldırılır o. Və Türkiyə bunu görür də. Və türklər özləri deyirlər ki, ən çox türk tərəfdarı olan türk komandası traktordur. Düzdür? Ona görə Türkiyədə bu işdə, təkcə Türkiyə yox, Qazaxıstanda, onun üçün də bizim prezident nə danışdı? Ki, elə bir dövr gəlib çatıb ki, dünya beynəlxalq hüququ pozulub. Güclü haqlıdır bu gün. Biz güclü olmalıyıq. Biz tək Türkiyəsiz güclü olan bəri, Türkiyədə bizsiz güclü olan bəs. Qazaxıstan da bizsiz güclü olan bəs. Biz də o Şuşa müqaviləsi var. Elə bir müqaviləyə qol çəkməliyik ki, harada bizə qarşı təhlükə varsa, bizim birləşmiş ordumuz orada iştirak eləməlidir. Ki, insanımız, mülki insanımız... Bu da bizim yeganə təhlükəsizlik qarantiyamız olacaq. Təbii. Bəli. Orada da türklər yaşayırlar. Əgər orada bir təhlükə yaranacaqsa, axı indi hazır orduları yoxdur onların əlində. Düzdür, İran ordusunun içi çoxu bizik. Elədir. Əksəriyyəti bizik. Orada hazır zabitlər də var, hazır əskəriyyə falan var. Amma biz də orada iştirak eləməliyik. Yəni o qarşıdurma... Mən əminəm ki, qarşıdurma olmayacaq. Çünki biz küçəyə milyonlar çıxacaq. Və elə hazır vəziyyətdə çıxacağıq küçəyə, bizə heç kim yaxın gəlməz. Belə başa düşdüm ki, siz deyirsiniz ki, məsələn, fikirlər var ki, hal-hazırda Azərbaycan güneydəki hərəkatı lidersizdir, lideri yoxdur. Amma mən belə hiss elədim, siz elə Pezişkyanın o hərəkatın lideri olduğunu. Vallahi Zaur, bir vaxt dediyim o söz var. Bəs lider nə deməlidir ki? Mən deyirəm ki, bu mitingdə deyilən bir şeydir. Türkəm, Türk, farsçanı qadağan eləmişəm və biz Türk Cumhuriyyəti qurub. Bu deyir də bunu da. Bəli. Da indi İranın başındadır. Yaxşı, bəs Pezişkyanın özünün də əleyhinə müxtəlif kampaniyalar aparırlar, xüsusilə xaricdə mühacirətdə olan Güney Azərbaycanlılar. Onunla bağlı nə deyə bilərsiniz? Onunla bağlı Pezişkyan əleyhinə kampaniya aparmalarını qoyuram bir tərəfə. Pişiyin əli söhbəti var. Onu qoyuram bir tərəfə. Ay, neçə ildə onlar xaricdədirlər, bir dənə birləşmiş, bir-birini qırırlar. Bəli, çox təəssüf edirəm. Mən bir neçə dəfə demək olar hamısını tanıyıram. Baxıram, birini çıxartsam, o biri deyir ki, onu niyə çıxartdım, mən qaldım. Bunu niyə çıxartdım, mən qaldım. Baxıram, elə bizim show biznes oxşayırlar. Bunlar bir-birlərini ilə qırır. Orada mən ora gəlməyəcəm. Sonra bunu çağırsa bu onun dalınca danışır. Bunu çağırsa bu onun dalınca danışır. Onun üçün bir yerə yığışan ki, bir-birini... Deməli, bu ideoloji onlar çox uzaqda qalıblar. Bir də ki, ölkədən qıraqda dayanıb, ölkənin içindəki ab-hava uğrunda mübarizə aparmaq mümkün deyil. Bəli. Əgər Zelenski, bax indi oradan mübarizə aparmasaydı, çıxıb geçsəydi, çünki təyyarəsini də verirdilər. Kanadada, Amerikada təklif edirdi. O gem orada neyəcəkdi ki, o 1 ay, 2 ay, 3 ay sonra Zelenski ölüb çıxıb geçəcəkdi. Yəni nə bərdə öləcəkdi, siyasi bir... Bitəcəkdi də bəli. Bəli. Onun üçün də Pezişkyan o sözü oturub Tehranda deyir. Bəli. Sənin orada deyə bilmədiyin sözü Tehranda deyir. Bəli. Ki, nə Siyonist? İmperiyanın içində. Yəni, Tehranın içində deyir. Və özü önündə bir yaxşı söz dedi. Türkçədə dedi ki, dedi, Rəşid, qoy bizdə bir eşitdə sözü var. Yəni, bu adam bu günləri bizim sözümüzü birbaşa ən yüksək tribunadan deyir. Sabah
Əgər orada rejim gedirsə, o istefa verirsə, ki istefa verəndən sonra təbii ki Azərbaycan türkləri qalxacaqlar. Ki qardaş hara istefa versə biz səni seçmişik. Bəli. Adamlar seçiblər, o legitimdir o. Yeganə orada legitim hakimiyyət o. Bəli. Yeganə. O mollaları kim qoyub ora? Onlar özləri təyin edirlər orada. Sonra özləri təyin edirlər. Ona görə də o legitim elə gəlib Təbrizdə öz iqamətgahında oturanda legitim. Sonra da bir 4 ildən sonra gəlin seçim olacaq, kim istəsələr seçəcəklər özləri. Onlar orada bir sınır istedadlı adam var. Var, çox. Orada nə qədər böyük, o Təbrizdir ora. O Təbriz beynimizin, yəni deyirəm, təməlidir. Ona görə də mən əminəm ki, orada Pezişkənin ətrafında da çox istedadlı və çox strateji ağla malik olan insanlar yığışacaqlar. Əziz dostlar, dəyərli izləyicilər, yayımı bəyənib paylaşmanızı xahiş edirəm. Deməli, Kamran bəy, 1415-ci gündür, səhv eləmirəmsə, bugün Rusiya-Ukrayna müharibəsi davam edir. Təxminən ay yarımdan sonra da 4 ili tamam olacaq. İstəyərdim bu gedişat haqqında da fikirlərinizi səsləndirəsiniz. Hara gedirik bu qədər uzana və uzanmağın səbəbi Zaur bəy, Putinin bataqlığa düşməsinin öz Rusiyanın da dərin quyuya salmasıdır. Və indi artıq görünürdü Amerikada. Bax, axırıncı bir ay ərzində, yox, 2 həftə ərzində Putin 2 dəfə açıq yalan danışır. Düz ömür boyu yalan danışır, ömür boyu. Zakharova da, Lavrov, hamısı nəfəsi geri gəlir. Bu Nikolaydan da yox, İvan Grozov da beyan gələn, bunların nəsidir. Amma dövlət başçısı, baxın da, bax, günədə qədər dövlət başçısı var. Deyir ki, Kupenski almışıq. Sonra üstündə biraz keçir, Zelenski gedir orada video çəkdirir və Amerikada deyir ki, əvvəl Amerikada amma sonra da dedi ki, o girərdi şəhərin içinə falan. Şəhərin içindədirlər, deyil Ukraynalılar da. Sən gir, çək. Geç, özün yolunda girsən, çək. Mən deyirəm, yalan danışır da. Məlum oldu ki, Kupensk Ukraynalıların əlindədir və Ukraynalılar Kupenskdən bunları Ruslara vurub təmizləyiblər. Bu bir yalan. İkinci yalan çıxdı, dedi ki, mənim evimə 91 dənə dron gəlib. Bəli. Zəng elədi şeyə ki, arkan denəndə mənə vurmasında şikayət edir. Amerikadan əleyhinə danışır. Burada zəng eləyir, deyir ki, mənə vururdular, yaxşı 91 dənə dron gəldi, sən denəndə ona vurmasın. Sən divsən o balaca deyil, gücünü Kupensk ala bilmirsən. Trump da deyib, Putin deyibsə, yağın olub da. Səhərsə çıxdı, deyir ki, mənim xoşuma gəlmir. Gətirib kəşfiyyat belgəni qoyandan sonra Trump'ın önündə, Trump deyir, bu yalan danışır, mən Allah tutmuş. Trump'ın önündə başı döndü. İkinci dəfə yalan. Və Kupensk var ha. 4 ildir müharibə gedir, düzdür. Başlayan gündən demişik ki, uduzu bu. Niyə uduzu mən sizə deyim. Stalin, bu özünü Stalinə oxşadır axı. 4 ilə gedib Berlinə çıxmışdı. Moskvadan Berlinə 1800 kilometrdir. Yəni 2000 kilometrə yaxındır da. Düzünə 1800 kilometrdir. Bu elə getməyib axı. Polşa, Çekiya, belə Qafqazdan gedib də belə də. Hesab elə ki, 3000 kilometri. Bunlar 4 ilə, amma düzdür, Amerika, İngiltərənin köməyi, o tərəfdən Amerika, İngiltərə gəlirdi. Amma buradan oraya gedən Stalin idi axı, Rus imperiyası idi da. Bu 4 ildir, ilişib qalıb Kupenskdə. Özü Stalinə oxşadır. Kupensk Rusiya sərhəddindən cəmi 40 kilometr aralıdır. 40 kilometr. Heç buradan Qobustan 60 kilometrdir. Yəni 40 bu 1 milyondan artıq adam ölüb orada. O Kupenskin ətrafında. Bütün qüvvəsini qoyub, raketini, topunu, tüfəngini, drone, hər şeyi yığıb ora ki, Kupenskin ala bilmir. Bu məğlub olur. Amerika bunu bilir. Çoxdan bilir. Əgər Kamran burada oturub bilirdisə, onlar onu göydə bilirlər ki, bu hal nə yerdədir. Rusiyanın faciə, İran və Rusiya dağılır. Biz bu iki dağılan imperiyasının tam ortasındayıq. Və beynəlxalq hüquq da yoxdur. Əgər beynəlxalq hüquq yoxdursa, dünya yerdən şəkillənirsə, biz Rusiyanın dağılmağını görürük və Azərbaycanın da bu gün Rusiya ilə mövqeyi, münasibəti Bəli, aydındır. Bizim 5 il bundan əvvəl danışdığımız münasibət gəlib çıxıb da indi, düzdür? Bəli. Biz görürük ki, bu düşməndir və açıq bunlarla konfrontasiyadayıq və bilirik ki, bu dağılır. Və o dağılan məqamda, yəni də deyirəm ki, biz hazır olmalıyıq. Bizim necə Güney Azərbaycan adlı, oranın müstəqilliyi adlı arzumuz və gerçəkliyimiz varsa, Dərbənd adlı şəhərimiz var orada. Bəli. O şəhər bizim şəhər. Bəli. Və o Dərbənd də Qafqaza, niyə adı Dərbənddir? Səsanilər dövründən, Əhəmənilər dövründən, fars dilində Dərbənd, yəni dar qapı deməkdir. Bəli. Ora qapıdır. Hə, indi o qapı bizim əlimizdədir. Türklərin əlindədir. Dərbənd bir türk şəhəridir. İndi türk şəhəridir. Həmişə də türk şəhəri olub, son 1000 il. Bəli. Hələ Səlcuqlardan əvvəl, Xəzərlər dövründən, Xəzərlər, o Xəzər xaqanatından doğru, bizdə bəlkə də 1200-1300 ildə ora bizimdir. Hə, indi alıb qatıb özünə, qatıbsa asimilyasiya uğrada bilmir ki, orada türklərlə orada yaşayırlar da, türkçə də danışırlar da. Bəli.
Biz Eyni ona bizim kimi danışırlar, eyni bizim kimi. hə Bakı ləhcəsi kimi. Öz ləhcə də Bakı ləhcəsi Bəli, oxşayır. onu görürəm. Bəli. Özü onlara bilirsiniz də Dağıstanda bizə indi Azərbaycanlı sözü çıxıbdı. 37-ci ildən sonra çıxıb da. Çıxıb. Amma gəlin baxaq görək bizə nə deyirlər orada. Bizə orada 2 dənə ad var. Qacar deyirlər. Yəni türklərə qacar deyir, qacarlar. Başqa xalqlar, mən rusların qoyduğu adını danışmıram amma yerli xalqlar, avardı, laqdı, dargin falan bizə qacar deyirlər. Ya da tərəkəmə deyirlər. Bəli. İkisi də türk adıdır da. Türk, bəli, ikisi də. Qacar da türk tayfasının adıdır. Bəli, Tərəkəmə də türk tayfasının adıdır. Məsəl üçün biz indi İrəvandan gələn Azərbaycanlılar var ha. Mən ona dəfələrlə deyirəm siz başa düşmürsünüz. Ermənistan adlanan yerdən gələn Azərbaycanlılar, onlar Azərbaycanlı deyillər. Çünki onlar ömür boyu üzərində türk deyiblər. Hayes, Türkes. Bəli, bəli. Sovet dövründə də onlar üzərində kimsə mən türkəm. O üçün özünü Azərbaycanlı deməyim. Ona görə də o türk olaraq, türk beyni ilə yaxşı birləşməyə bacarır. Yaxşı ideya uğrunda bir yerdə fark var da düzdür, bizim əyalətlərlə onların fərqi var. Təbii. Bizik, hamımız bizik. Amma niyə o səbəb nə üçün elədi ki? Və onlar mən inandırım sizə ki, sabah İrəvana qayıdış başlayanda ki başlayacaq. Görəcəksiniz necə böyük həvəslə onlar ora gedəcəklər. Bəli. Çünki beyinlərində dədə-babadan türklüyü yaşadıblar. Doğrudur. Bu faktdır da bundan ibarətdir. Dərbənd də həmçinin. Həmin dövrdə Stalin onların milliyyətini əlindən ala bilmədi. Burada aldı, dilimizi də dəyişdi, adımızı da dəyişdi, amma onlar elə 88-ci ilə qədər də özlərinə türk deyirdilər həmişə. Təbii, amma mən sizə Zaur bəy bir şeyə toxundunuz. Stalin onu almaq istəmədi. Niyə mən sizə deyim? Çünki o bizə qarşı, Türkiyə qarşı erməndə ki nifrət yaradırdı və bunu da türk adı ilə saxlayırdı ki, sonra erməni öyle türk kimi onu oradan Rusla bir yerdə qovmağı bacarsın da ona görə. Ona görə getirib Yerevanın mərkəzində Sovetlər tikiblər. O cəmisi 60-cı illərdə tikilib o şey türk soyqırımına həsr olunmuş mavzələr yoxdur. Və türk ermənilər gəlib o fırranda deyirlər türk böyrünə də bu türk daxı. O həmən nifrəti Osmanlı türkünə deyil, bu türklərə qarşı yönəltmək üçün Stalin onu türk olaraq. Amma öz başına yəni elə bilir ki, yaxşı iş görüb. Əslində bizim üçün yaxşı iş görüb də, çünki o türk olaraq özünü türk hiss eləyib həmişə. Deməli Kamran bəy, bir məsələni də sizdən soruşum. Bu Venezueladakı hadisə ilə bağlı da dünya elə deyək ki, ikiyə bölünüb. Bunu təqdir edənlər və təqdir etməyənlər də var. Siz hansılardansınız? Zaur bəy, bilirsiniz, əslində bu Amerikanın tarix boyu yeritdiyi hərbi ənənənin davamı deyil. Bu Çingizxanın hərəkətidir. Yəni biz türklərin ata-babadan heç qoyuram Çingizxanın bir tərəfi, adi tayfa başçıları var. Bir-birinə vuruşanda, o qan davası düşəndə deyirdilər ki, gələrəm səni gecə yataqdan arvadınla bir yerdə oğurlayaram. Eşitmişsiniz də belə şeylər var. Bəli. Bu həmən o hadisədir. Yəni bu Manduranı gecə yatdığı yerdə şəp-şəpisini də vururlar qoltuğuna. Arvadı ilə bir yerdə vurdular qoltuğuna, helikopterə apardılar Amerikaya. Çarlı bu fantastikadır. Bəs bu necə? Dünya iki yerə bölünüb söhbəti var. O boş şeydir. Dünya bir yerindədir ancaq ki, gözümüzün önündə gördük ki, bunların əlində nə texnologiya varsa, bax deyirəm, WhatsApp ilə. Bax indi bir dənə təzə bir şey çıxıb, ChatGPT deyirlər, nə deyirlər o? Bəli, süni intellekt də. Hə, süni intellekt də. Bu Amerikada 30 il bundan əvvəl icad olunmuş və 30 il bundan əvvəl artıq hərbiyyənin əlində olmuş bir məhsul, sistem. İndi məişədə buraxıblar. Böyle WhatsApp da elədi də, düzdür? Sonra indi məişədə buraxılmayan nə texnologiya varsa onlarda. Mən düşünmərəm, bax bu adam... Haqlısınız, düz deyirsiniz. Onlar 30 ildə istifadə edirlər, hələ indi dünyaya verirlər. Hələ indi veriblər. O da tam verməyiblər, ha. O gün həmən o dediyiniz o süni intellektdə mənim haqqımda həyat yoldaşım sual verdi. O elə bir şeylər danışır ki, mən özüm o haqqda onu bilmirdim. Beynimin için danışdı. Bəli. Kamran Həsənlinin beyninin için danışır. Necə ola bilər? Özüm amma bu hələ mənim belə mat qoyub, gör indi nə texnologiya var ki, biz onu başa düşmürük. Çünki baxın, bu öz yatağında yatıb. Heç xəbər olmayıb bariki atışmadan. Deyirlər barikdə atışma olub. Atışma olsa dürbəq qapısını geyərdi, heç olmasa da. Bəli. Gecə yatağında başına dovşan babağı geydirirlər, çıxartdılar, gördünüz. Onun xəbəri olmayıb. Mənə elə gəlir ki, bu elə bir şeydir ki, deyirlər sonra məlum oldu ki, Kubalılardan neçəsini öldürüblər, Hanı öldürüblər, amma videolar yoxdur. Bəli. Bu saat fakt videodur. Mənə elə gəlir ki, Amerikanın əlində elə bir texnologiya var ki, o nağıllarda, filmlərdə göstərirlər, belə hansısa bir də belə havanı buraxırlar, hamı 10 dəqiqəlik heykələ çevrilir, belə. Ancaq elə olmalıdır ki,
Bu gəlib helikopterlə düşsün Bunun orada. Nə oldu? Bunun qoruyan 50 min adam qoruyur. 50 min. 50 min. Onun Başqa 50 içində min hara Rus getdi? xüsusi təyinatları da var. İran xüsusi təyinatları da var. Kuba xüsusi təyinatları da var. Venezuelanın özünün xüsusi təyinatları var. Rusiya ondan bir ay əvvəldən ora S-300 verib, S-400 verib, Buklar verib. Hər şey verib ki, helikopteri heç olmasa vurasan da, heç olmasa. Da demirəm orada F-35 gəlsə filan gəlsə də. Yox, o helikopterlə rahat gəlib endilər. Bunu orada bir sözdə kodlar var da qapıda da. İndi onu satqınlar deyə bilərlər. Kodu deyə bilərlər. Amma bəs o 50 min adam neynədir? Deməli o 50 min adamı heykələ çeviriblər də bunlar. Mən belə düşünürəm. Başqa bunu geyib Ölən də yoxdursa, bir nəfərin burnu qanamayıb. bəs necə olur? Bu necə əməliyyatdır? Bu necə xüsusi təyinatlıdır? Aslında bizə deyilən, yadınızda da Ben Laden'i götürəndə bizə bir cizgi filmi göstərdilər. Bəli. Apardılar göstərdilər, sonra görə dənizin dibinə atdılar o meyni filan da. O cizgi filmi idi. Hamımız inandıq mı o cizgi filminə? İnandıq. Düzdür. İndi mən şəxsən göstərdikləri mənə o videoya inanmıram. Bu yəni diqqətlə də izləsək görərik ki, bəs İsrail pagerləri necə partladı? Bəli. İsrail 60 metr dərinlikdə olan Nasrallah vardı o. Hizbullahın desəm şeyində böyüyü idi, orada oturmuşdu. Nə raketdir ki 60 metr getsin yerin dibinə, məhz orada ancaq onun oturduğu otaqda partlasa və yaxud da hansısa evdə Tehranın mərkəzində vururlar, elə o tortu kəsirsiniz, belə bir hissəsini götürüb yeyirsiniz. O binanın bir hissəsinin içində, o yatağında bir kişi ilə yatmışdı da, o desəm, Hamazın desəm böyüklərindən biri idi. O kişi ilə bir yerdə yataqda öldürür, çıxır oradan raket. Bunları da başa düşmək mümkündür, amma bu texnologiya adamı yatağından götürüb aparmaq. Çox belə qəribə bir şeydir. Nağıllar aləminə səyahət. Demək ki, diqqətli olmaq lazımdır. Demək ki, şükür Tanrıya ki, bizim siyasi ağlımız qüvvət güc verib ki bizə, biz Zəngəzur yolunun adı Trump yolu qoymuşuq. Vaxtında. Düzdür. Demək ki, bugün biz elə bir siyasət yeridirik ki, çox xoşbəxtdir ki, biz Çinlə Amerika üzbəyüzdür, biz Çinlə də dostuq. Bizi Müslüm Maqamayevin Azərbaycan musiqisi ilə qarşılayırlar dövlət başçımızı, qırmızı görürsünüz əllərində. Amerikada da bizə qızıl açarı verirlər, İtaliyada bizlə yaxşıdır, Avropada yaxşıdır filan hamısı. Pezişkyan da gəlir burada Şəhriyarın şehir. Bir dənə düşmən kimdir? Rusiyadır. Bu günləri. İran da o haldadır da belə. Yəni, sözümü ora gətirirəm ki, Amerika bir gücdür. Amerika danılmaz bir qüdrətdir. Kim gəlir onun başına? Mən bir sözlər həmişə tənqidləmişəm də, Trump'ın da tənqidləmişəm. Çünki dünə bir söz deyir, bir gün bir söz deyir. Birdən 180, indi tərifləyirəm. Niyə? Çünki bu biz deyən deyir də. Biz istədiyimizi eləyir. Dünənə kimi istədiyimizi eləmirdi, tənqid eləyirdik. İndi dönüb istədiyimizi eləyir. Amma elə bir texnoloji belə nümayişlə eləyir ki, yəni Trump özü eləmir də, təbii ki, dərində Amerika var da. Ona görə biz hökmən bunu nəzərə alıb da siyasətimizi yeridirik şükür Tanrıya və biz də, siz də jurnalistikada bilməliyik ki, Amerika ilə nə qədər yaxın olsaq, nə qədər Amerika ilə dost olsaq, bir o qədər bizim gələcəyimizə böyük uğurlar var. Güvənmək olarmı? Heç kimə güvənmək olmaz. Biz ancaq Türk dünyasına. Bilirsiniz, Mustafa Kemal o vaxtı deyəndə ki, Türkün Türkdən başqa dostu yoxdur, başa düşməmişik. Bax, bizim Yahudi dostlarım da deyirlər, bu nə sözdür? Biz sizinlə dostluq axı. Kürt dostlarım var. Var da dostsuduq, Kürt mərd millətdir də qardaşlar. Öyle yaxşı olanlar var ki, dostlarımız var. Azərbaycan məndən çox istəyirlər. Hələ. Deyir, bu söz deyirəm, indi deyirəm ki, görürsünüz, onu sənə deməyib o. Yəni, Mustafa Kemal Atatürk gələcək üçün deyib ki, Türkün Türkdən başqa, yəni Özbəkdir, Qazaqdır, yəni sizdən başqa dostu yoxdur. Siz bir yerdə dostluq eləyin, bir konglomerat yaradın. Bax, Mustafa Kemal Atatürk'ün ağlı, siyasətçinin gücü, ağlı onun strateji ağlıdır, gələcəyi görməsindədir, büyündə örüqdür. O kapasa söhbəti deyir, başa düşürsünüz. Yəni, Türkün Türkdən başqa heç kimə güvənmək olmaz, heç kimə. Amma güclü var, qüdrətli var, sən o güclü ilə, qüdrətli ilə, sən də güclü olmalısan ki, səndən dostluq eləsin. Bəli. Bugün dünya odur, onun üçün deyir də, haqq güclünün yanındadır. Bəli. Bu mənada biz onlarla dost olmalıyıq. Çox sağ olun Kəmran bəy. Bir dənə məqamı qeyd edeyim, bununla da yekunlaşdıraq. Bir məsələ dediniz ki, əvvəl Trump'ı tənqid eləyirdim, amma indi bizim xeyrimizə olduğuna görə də tərifləyə də bilərik. Onu elə qeyd eləmək istəyirəm ki, bəzən bu yanlış sosial şəbəkə qəhrəmanları var. Misal üçün deyirəm də, Rusiya haqqında, Amerika haqqında, İsrail haqqında misal üçün hansısa bir müsbət bir şey dərhal deyirlər oranın adamıdır. Ay qardaş, baxır Azərbaycana kim yaxşıdırsa,
Onu yaxşı da görürsünüz, dünənə qədər mən elə bu efirdə də Trumpla bağlı ən kəskin tənqidləri səsləndirmişdim. Hadi gəlsəkdən bizim işimiz odur. Bizim yəni Trumpın, nə bilim, başqasının bizə aidiyyəti yoxdur. Biz Azərbaycana baxırıq. Bəli. Azərbaycanın bütövlüyünə, gələcəyinə kim töhfə vermək istəyirsə o bizim dostumuzdur. Ancaq. Kim düşmənçilik eləyirsə bizim də düşmənimizdir. Düz. Ağır bəy, tamamilə mən sizlə razıyam. Çox sağ olun Kamran bəy, təşəkkür edirəm sizə. Əziz Var olun. dostlar, dəyərli izləyicilər, daha bir buraxılışımızın sonuna gəldik. Yayını bəyənib paylaşın. Siz də öz mövqeyinizi yazmağı unutmayın. Sağlıqla qalın.